Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Ötən günlərdə açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti barəsində danışacağıq. Qeyd edək ki, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sergio Mattarella iştirak etmişdilər. Ümumiyyətlə, universitetə qəbul şərtləri, tələbə-müəllim prosesi haqqında və digər suallar barəsində müzakirəmiz olacaq. Bu və digər suallarımızı cavablandırmaq üçünsə qonağımız ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin müəllim Nurməmmədovdur. Elkin müəllim, xoş gəlmişsiniz, xoş gördük sizi. İlk öncə bu əlamətdar hadisə münasibətilə sizi və kollektivinizi təbrik edirik. Çox sağ olun, təşəkkür edirəm. Elkin müəllim, mən bilirəm ki, bizim belə deyək də, həm valideynlərimizə, eyni zamanda tələbələrimizi maraqlandıran bir sual var ki, qəbul şərtləri necədir? Ümumiyyətlə, İtaliya-Azərbaycan Universitetindən qəbul necə aparılır? Siz bilirsiniz ki, İtaliya-Azərbaycan Universiteti layihəsi ADA Universiteti nəzdində ADA Universiteti tərəfindən həyata keçirilir və qəbul şərtləri də ADA Universitetinin digər ixtisaslarına olduğu kimidir. Yəni, Dövlət İmtahan Mərkəzi vasitəsilə və başqa kanallar vasitəsilə tələbələr universitetə müraciət edə və qəbul oluna bilərlər. Fakültələr barəsində danışaq ki, universitetdə hansı fakültələr fəaliyyət göstərir? İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində ADA Universitetində 2 yeni fakültə fəaliyyətə başladı. Bunlardan biri Kənd Təsərrüfatı və Qida İlmləri Fakültəsi, digəri isə Dizayn və Memarlıq Fakültəsi. Və bunlara əlavə olaraq ADA-da artıq mövcud olan Biznes Fakültəsi və İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsi nəzdində 2 yeni ikili diplom ixtisası açıldı. Ümumilikdə İtaliya-Azərbaycan Universiteti çərçivəsində bizdə 8 bakalavr və 2 magistr proqramı fəaliyyət göstərir. Elkin müəllim, ikili diplom proqramına toxundunuz. Mən üçün çox maraqlıdır ki, buranı bitirən məzunlar həm İtaliyanın diplomunu əldə edirlər, eyni zamanda Azərbaycanın diplomu, yoxsa necə? Tam doğrudur. Bildiyiniz kimi bu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində biz İtaliyanın 5 aparıcı universiteti ilə əməkdaşlıq aparırıq və bunlardan 3-ü ilə bizim ikili diplom proqramı mövcuddur. Bakalavr səviyyəsində Turinin Politexnik Universiteti ilə elektronika mühəndisliyi üzrə ikili diplom proqramımız var. Harda ki, məzun olan tələbələr həm Turin Politexnik Universitetinin, həm ADA Universitetinin diplomuna yiyələnəcəklər. Bənzər şəkildə bizim Romanın Luis Universiteti ilə birgə ikili diplom proqramımız var, qlobal siyasət və menecment üzrə və eyni qaydada tələbələr həm ADA Universitetinin, həm Luis Universitetinin diplomunu alacaqlar və 3-cü ikili diplom proqramımız Kənd Təsərrüfatı və Qida Sistemləri İdarəçiliyi sahəsindədir. Bu ikili diplom proqramı isə Bologna Universiteti ilə birgə həyata keçirilir. Nə gözəl. Hazırda universitetdə neçə tələbə təhsil alır? Hazırda ümumilikdə 640 tələbə təhsil alır. Bunlardan 538-i bakalavr səviyyəsində, 102-si isə magistr səviyyəsində. Bəs pedaqoji heyətə gəlincə, yəni onların belə deyək də təlimi ilə neçə müəllim məşğul olur? Bəli, professor müəllim heyəti ümumilikdə 20 nəfərdən ibarətdir. Amma buna əlavə olaraq bizim tərəfdaş İtalyan universitetlərdən mütəmadi olaraq qonaq professorlar gəlib gedir və tələbələrin onlardan da dərs almaq imkanı mövcuddur. Elkin bəy, təhsil sahələri necə müəyyən olunub və bu seçim ümumiyyətlə nəyə əsaslanıb? Bu seçim belə geniş götürdükdə bu İtaliya-Azərbaycan Universiteti layihəsinin bir məqsədi Azərbaycanın qeyri-neft sektoruna töhfə verməkdir, təhsil vasitəsilə. Və onu nəzərə alsaq ki, İtaliya Respublikasının uzun illər yaradıcılıq, sənətkarlıq, dizayn, kənd təsərrüfatı, qida, mühəndislik, texnologiyalar kimi sahələrdə belə deyək, müqayisəvi üstünlüyü olduğu üçün biz də bu sahədə ixtisaslaşan universitetlərlə əməkdaşlığa başladıq. Ümumilikdə 5 universitetlə əməkdaşlıq aparırıq. Belə başa düşdüm ki, tədris prosesində İtaliya təcrübəsindən istifadə olunur. Tamamilə doğrudur. Müəllimlər vasitəsilə, daha sonra yeni tədris metodları vasitəsilə biz çalışırıq ki, kənd təsərrüfatı və qida təhsilini ənənəvi formatda yox, daha çox innovasiyalara, texnologiyalara vurğu etməklə keçək. Elkin bəy, necə düşünürsünüz? Ümumiyyətlə, bu belə də İtaliya təcrübəsinin tətbiqi hansı üstünlüklər gətirəcək? Düşünürük ki, bu sahədə həm iqtisadiyyatda, həm təhsildə İtaliyanın üstünlüyü olduğu üçün bu uzun illik təcrübəni Azərbaycana gətirmək və ADA Universiteti vasitəsilə bunu tətbiq eləmək düşünürəm ki, bizim həm tələbələrə,
həm gələcəkdə onların məzun olub işləyəcəyi özəl sektor və dövlət sektoru müəssisələrinə böyük töhfə verəcəkdir. Nə gözəl. Gələcəkdə ümumiyyətlə yeni fakültələrin açılışı planlaşdırılırmı? Hal-hazırda yeni fakültələrin açılışı planlaşdırılmır, amma mövcud fakültələr çərçivəsində yeni ixtisasların açılması planlaşdırılır. Tutaq ki, bizdə dizayn və memarlıq fakültəsində interyer dizaynı və memarlıq ixtisasları fəaliyyət göstərirdi. İndi bunlara şəhər salma və kommunikasiya dizaynı əlavə olundu. Gələcəkdə məhsul dizaynı əlavə olunacaq. Magistratura səviyyəsində landşaft dizaynı əlavə olunacaq. Eyni şəkildə digər fakültələrdə də yeni ixtisasların açılması planlaşdırılır. Bəs tələbələr üçün hansı təqaüdlər nəzərdə tutulur və yaxud da beynəlxalq təcrübələr? Tələbələr üçün təqaüd dedikdə ümumiyyətlə ADO Universitetinin daxili təqaüd sistemi var. Yəni tələbələr birincisi qəbul mərhələsinə müəyyən balları yığdıqda onlar təhsil haqqından müəyyən güzəştlər qazanırlar. Amma ADO Universitetində oxuduqları müddətdə də hər semestr göstərdikləri akademik göstəricilərin nəticəsində növbəti semestr tutaq ki, təhsil haqqından ya tam, ya qismən azad oluna bilərlər. Beynəlxalq təcrübələrə gəldikdə isə ADO Universiteti çərçivəsində çox aktiv tələbə mübadiləsi proqramı fəaliyyət göstərir və onu nəzərə alsaq ki, indi bu İtalyan universitetləri də buna qoşuldu. Bu tələbə mübadiləsi ən az bir semestr, bəzən daha çox İtaliya-Azərbaycan Universiteti çərçivəsində oxuyan tələbələrin İtaliyaya və digər ölkələrə getmək imkanı olacaqdır. Mənə çox maraqlı suallardan biri budur ki, tədris hansı dillərdə aparılır İtaliya-Azərbaycan Universitetində? Tədris ancaq ingilis dilində aparılır. Çünki bu universitet çərçivəsində nəinki Azərbaycanlı tələbələr, xarici tələbələr də təhsil alır. Təxminən 21 nəfər bizim xarici tələbələr var müxtəlif universitetlərdən və istər Azərbaycanlı professor müəllimlərin dediyi dərslər, istər İtalyan müəllimlərin dediyi dərslər sırf ingilis dilindədir. Amma əlbəttə bu İtaliya-Azərbaycan Universiteti həm də Azərbaycan ilə İtaliya arasında dostluğun bir nümunəsidir. Bu universitet çərçivəsində həm İtalyan dili, həm mədəniyyəti dərsləri tədris olunacaq, həm də sinifdən kənar fəaliyyətlər çərçivəsində də İtaliya mədəniyyətinin təbliği ilə əlaqədar tədbirlər silsiləsi nəzərdə tutulub. Çox gözəl. İtaliya universitetlərinin proqramları tam şəkildə tətbiq olunur, yoxsa belə deyək, yerli tələblərə uyğunlaşdırılır? Yerli tələblərə uyğunlaşdırılır. Çünki İtaliya universitetləri üçün də əslində bu fürsət oldu. Çünki onlar öz kurikulumlarını, öz tədris proqramlarını çox tez-tez dəyişə bilmirlər öz İtaliya qanunvericiliyini nəzərə alaraq. Amma burada onlar üçün də bir fürsət oldu ki, keçmişdən tutaq ki, hansısa dərslər çıxarıblar, hansısa əlavə fənni əlavə eləmək və yaxud da onun məzmununda dəyişiklik etmək, bu yeni universitet çərçivəsində onlar bunu tətbiq edə biliblər və bizimlə və özəl sektorla və dövlət sektorla əməkdaşlıq çərçivəsində bu 2-3 il hazırlıq işləri getdi ki, bu tədris proqramlarını yenidən işləyib hazırlayaq və dediyiniz kimi Azərbaycan reallıqları və tələbləri nəzərə alınaraq olub. Elkin bəy, tədris prosesində ümumiyyətlə laboratoriya işləri olsun, praktik məşğələlərə nə qədər yer ayrılıb? Çox ciddi şəkildə praktik məşğələlərə və laboratoriya işinə yer ayrılıb. Bu yaxında bu təhvil verilən bizim çox gözəl, möhtəşəm binalarımız var, bu iki fakültəyə xidmət edən və orada hər birində həm tədris məqsədli, həm tədqiqat məqsədli laboratoriyalar fəaliyyət göstərir. Tutaq ki, dizayn və memarlıq fakültəsi çərçivəsində həm tələbələr materiallarla işləyə biləcək, belə deyək, fiziki laboratoriyalar var, həm də sırf rəqəmsal həllərə fokuslana biləcəkləri rəqəmsal laboratoriyalar var. Eyni şəkildə təbii ki, kənd təsərrüfatı və qida elmləri fakültəsində də ən müasir laboratoriyalarla təchiz olunub. Yəni tələbələr həm nəzəri, həm praktiki məşğul ola biləcəklər. Bəli. Nə gözəl. Müştərək dərslər və belə deyək, onlayn tədris formatları olacaqmı? Onlayn tədris formatları olacaq, amma biz çalışırıq onu minimuma endirək. Tutaq ki, orta hesabla bir semestr ərzində bakalavr tələbəsi 5 fənn alırsa, bəlkə maksimum bir fənni onlayn tədris olunacaq. Biz başdan tərəfdaşlarımızla işi elə qurmuşuq ki, onlar gəlsinlər, qısa müddətli belə olsa, intensiv bir şəkildə olsa belə gəlib burada bizim tələbələrimizlə vaxt keçirsinlər. Çünki onlayn təhsilin müsbət cəhətləri də var, amma düşünürəm ki, onu çox da dominant olmamalıdır onlayn təhsil.
İlkin müəllim, Azərbaycanlı müəllimlərin İtaliya universitetlərində təcrübə keçirməsi nəzərdə tutulurmu? Əlbəttə. İlk öncə onu qeyd edim ki, bu layihə çərçivəsində biz 25 Azərbaycanlı tələbəni doktorantura təhsilini almaq üçün bu tərəfdaş universitetlərə göndərmişik və burada bizim məqsədimiz odur ki, onlar təhsillərini tamamlayıb qayıdandan sonra bu iki yeni fakültənin professor müəllim heyətini gücləndirəcəklər. Amma buna əlavə olaraq bizim mövcud professor müəllim heyəti, eləcə də inzibati heyət qısa müddətli ixtisas artırma proqramlarına mütəmadi olaraq gedirlər bu tərəfdaş universitetlərə. Az öncə yeni korpuslar, yeni binadan söhbət açıldı. Ümumiyyətlə o korpuslar hansı belə deyək ki, müasir texnoloji avadanlıqlarla təchiz olunub? Onlar birincisi, belə deyim, auditoriyalar çox fərqli formatlarda hazırlanıb, işlənib hazırlanıb və burada bizim tərəfdaş İtalyan universitetlərinin təcrübəsindən də istifadə olunub, başqa ölkələrin qabaqcıl təcrübəsindən də istifadə olunub. Yəni orada məqsəd odur ki, o auditoriyalar daha müasir, daha innovativ tədris metodlarına xidmət edə bilsin, bunun üçün şərait yarada bilsin. Bayaq mən laboratoriyaları qeyd etdim. Hər iki binada həm tədris, həm tədqiqat məqsədli laboratoriyalar fəaliyyət göstərir. Daha sonra tələbələrin tətbiqi, işini görə biləcəyi müəyyən emalatxanalar fəaliyyət göstərəcək. Daha sonra çox yaxşı, əslində sizə də maraqlı olar, audiovizual laboratoriyalar var. Hardakı tələbələr podcast, müsahibə, televiziya verilişlərinin aparılmasını həyata keçirə bilərlər. Çünki bizim dizayn memarlıq fakültəsi çərçivəsində kommunikasiya dizaynı ixtisası fəaliyyət göstərəcək. Yəni onlar belə deyək, dərsdə öyrəndiklərini birbaşa tətbiq edə bilsinlər bilə bizim bu korpuslarımız çox müasir avadanlıqla təchiz olunub. Çox gözəl. İlkin bəy, ümumiyyətlə bir tələbə nə üçün İtalyan Azərbaycan Universitetini seçməlidir? Ümumilikdə düşünürəm ki, burada həm ADA Universitetinin brendi və faktoru var. Çünki ADA Universiteti artıq 19 ildir fəaliyyət göstərir və düşünürəm ki, Azərbaycan təhsil məkanına yeniliklər gətirə bilib. Eyni şəkildə sahəsindən asılı olaraq dünyada öz sözünü demiş bir İtalyan universiteti təcrübəsindən də istifadə edə biləcək. Həm kurikulum onların köməyi ilə hazırlanıb, həm müəllimlər onları təmsil edəcək və buna əlavə olaraq İtaliya Azərbaycan Universitetində oxuyan tələbələr ən az bir semestr xaricdə tədris, təhsil və təcrübə imkanını da əldə edəcəklər. Xaricdə deyərkən İtaliyanı tək nəzərdə tutursunuz? Tək İtaliyanı nəzərdə tutmuram. Əslində nəzəri olaraq bizim bu tələbə mübadilə proqramları bütün tələbələrə açıqdır, o cümlədən İtaliya Azərbaycan Universiteti tələbələrinə və bildiyiniz kimi ADA Universitetinin tələbələri hər semestr biz hardasa 150-200 nəfəri müxtəlif tərəfdaş universitetlərə göndəririk daxili müsabiqə nəticəsində və burada demək olar ki, hər qitədən olan ali təhsil müəssisələri təmsil olunub və bizim ən güclü tələbələrimiz bir semestr xaricdə mübadilə tələbəsi kimi keçirə bilirlər. Yəni İtaliya Azərbaycan tələbələrinə də həm İtaliya imkanı olacaq, həm də digər ölkələr. Necə düşünürsünüz, bu universitetin açılışı Azərbaycan təhsili üçün növbəti tövbələrdən biridirmi? Əlbəttə, mən düşünürəm ki, bu keyfiyyətcə yeni mərhələdir. Çünki Azərbaycan təhsilində beynəlmiləlləşmə trendi olub bu vaxta qədər və çox ciddi uğurlar əldə olunub. İkili diplom proqramları müxtəlif universitetlər çərçivəsində fəaliyyət göstərib. Amma bu miqyasda 5 universitetdən ibarət konsorsiumla fərqli ixtisaslar üzrə və 2 yeni fakültənin yaradılması düşünürəm ki, bu keyfiyyətcə yeni mərhələdir və düşünürəm ki, belə addımların sayı çox olacaq. İlkin müəllim, çox təşəkkür edirik sizə bu və digər suallarımızı cavablandırdığınız üçün, daha doğrusu dolğun şəkildə ətraflı cavablandırdığınız üçün minnətdarıq sizə. Çox sağ olun, maraqlı söhbətə görə. Mən təşəkkür edirəm. Çox sağ olun. Dəyərli izləyicilərimiz, bununla da sizinlə sağollaşırıq. Qeyd etmək istəyirəm ki, biz bugün ötən günlərdə açılışı baş tutan İtaliya Azərbaycan Universiteti haqqında danışdıq. Qonağımız isə ADA Universitetinin prorektoru İlkin müəllim Nurməmmədova idi ki, ətraflı suallarımızı cavablandırdı. Görüşmək ümidi ilə sağ olun.